Davam edirik. Bakı ətrafı kənd və qəsəbələrdə əksər istiqamətlərdə işləyən avtobuslarda problem mövcuddur. Problem ya avtobusların sayının azlığındadır, ya da köhnə olmasında. Bunlara baxmayaraq illərdir istismar edilirlər. 173 saylı avtobusdan şikayətçi olan sərnişinlər qaynar xəttimizə video göndərərək illərdir bu xəttdəki avtobusların yenilənməsini gözlədiklərini deyirlər. Əməkdaşımız Rəşad Vəkiloğlu sözü gedən şikayətlə bağlı sujet hazırlayıb, izləyək. Su əlbəttə damlar. Yerdən də çıxır su. Ayağımız falan, şalvarımız palça olur. Yağışı yola veririk. Bu avtobusların sərnişinləri yayda istidən, qışda soyuqdan, payızda sayı yağışdan qorunmağa məcburdular. Söhbət metronun Koroğlu stansiyasından Pirşaq qəsəbəsindən işləyən 173 saylı avtobuslardan gedir. Təmir eləmək olmasa, əgər o avtobus damırsa, yenilənməlidir də avtobus. Sərnişinlər deyir ki, avtobuslar köhnəldiyi üçün yağış həm damdan, həm də döşəmədən avtobusların içinə dolur. Deyirlər ki, bu vəziyyətdə avtobusda oturmaq mümkünsüzdür. Üstəlik xəttin alternativi də yoxdur. Buna görə də məcburiyyət qarşısında taksilərdən istifadə edirlər. 173 saylı avtobuslarda qiymətlər artırılmasa da, ancaq xidmət keyfiyyəti də illərdir dəyişilməz olaraq qalıb. Xəttdə olan avtobusların əksəriyyəti uzun müddətdir istismar müddətini başa vurduğu üçün hətta yağışlı, qarlı günlərdə yağış qar avtobusun birbaşa içərisinə dolur. Bu isə avtobuslardan istifadə edən sərnişinlərin həm həyatını təhlükə atır, həm də avtobusun içərisində olan zaman onlar üçün diskomfort yaradır. Bəs ictimai nəqliyyatda qiymət artımı xidmət keyfiyyətinin artırılmasına hesablanıbsa, 173 saylı daşıyıcı şirkətin rəhbərliyi necə köhnə avtobusları yeniləri ilə əvəzləməyi düşünürmü? 12-13 dənə marşrutdur, 13 dəqiqə işləyir. Yəqin ki, yaxın zamanlarda dəyişərlər olanlar. Yağış olanda niyə onun qarşısını almırlar? Onların indi boy avtobusun olur da indi. İşte olmağı normaldır. Yox, indi yuxarısı tutulur, böyürlərində liboy avtobuslarda olur. Yəqin ki, yanvar ayından təzəliyəcəklər onları, baxıb verəcəklər. Sərnişinlər xəttdə avtobusların sayının azlığından da şikayətlənirlər. Yararsızdırsa onu tezliyə bərpa edəcəklər. Bir neçə avtobusdur, onun baxırdı, indi birində, ikisində bəlkə ola bilər. Bu marşrutlar dəyişilməlidir. Kənd ətrafı vəbşə bismillədir. Bəs bu ilin sonuna kimi 173 saylı xəttdə olan köhnə avtobusların yenilənməsi gözlənilirmi? Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, daşıyıcıya avtobus parkının yenilənməsi, sərnişin daşıma qaydalarına riayət etməklə bağlı tapşırıq verilib. Tədbir görülmədiyi təqdirdə marşrut xətti müsabiqəyə çıxarılacaq. Məlumat üçün bildirək ki, sözgedən avtobusda gediş haqqı hazırda 55 qəpikdir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.